Değerli qardaşlarım, bugünkü xütbəmizin mövzusu zaman neməti haqqında olacaqdır. Bildiyimiz kimi Allah Azza və Cəllənin qoyduğu qanunlar gərəyi insan ömrünü geri alma imkanı yoxdur. Quran-ı Kərimdə Münafiqin surəsində buna işarət edilərək ölümü gələn birisi "Ya Rabbim, məni geri qaytar, mən namaz qılım, sədəqə verim və salihlərdən olum" deyir. Halbuki Allah Azza və Cəllə başqa bir ayət-i cəlləsində buyurur ki, əcəl gəldiyi zaman nə bir an önə, nə bir an geri almaq mümkündür. Onun üçün də yaşadığımız dönəmdə insanların heç əhəmiyyət vermədiyi bir məsələ ömrü israf etməkdir. Bunun bir başqa adı intihardır. Vaxtı öldürmək deyirik. Bugün elə bir çağa gəldik, elə bir zamana gəldik ki, insanlar vaxtlarını öldürmək üçün çoxlu bəhanələr gətirirlər. Təsəvvür edək, sahabədən olan Xalid bin Vəlid radiyallahu anh Quran əlindəykən belə deyir: bu Qurandan məni cihad alıqoydu. Necə gözəl bir üzür gətirir özünə. Amma biz nə deyəcəyik? Ya Rabbim, bu cihazlar bizi sənin kitabını oxumaqdan uzaqlaşdırdı. Və Rəbbimizə nə hesab verəcəyik? Bu internet, cihazlar, sosial şəbəkələr insanların o qədər vaxtlarını alır ki, bir ayırırsan ki, bir girdin, bir saat getdi. İnsanoğlu Allah Azza və Cəllənin xütbəmin əvvəlində oxuduğum ayət-i cəllədə Rəbbimiz zamana and içir. Bu elə bir zamandır ki, insan istəsə də geri qaytarması mümkün olmayan bir şeydir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, ni'mətəni, iki neymət var ki, məğbubun fihimə kəthirun minən nəs. İnsanların çoxu bunların qədir qiymətini bilməz. Əs-sıhhatu vəl-fəraq. Birincisi, səhhətdir ki, Allahın ona verdiyi bu ömrü faydasız, zay edir. Onun dininə, dünyasına faydası olmayan şeylərə xərcləyir. İkincisi isə boş vaxtdır. Əgər boş vaxtımız varsa, gücümüzün yetdiyi qədər Allahı zikr etmək, onun kitabını oxumaq, namazları vaxtında əda etmək, biz bunlardan hesab verəcəyik. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir hədis şəriflərində belə buyurur ki, 5 şey gəlmədən öncə 5 şeyi qənimət bilin. Qocalıqdan öncə gəncliyin qədrini bil. Xəstələnmədən öncə səhhətin qədrini bil. Fəqirlik gəlmədən öncə zənginliyin qədrini bil. Məşğul zamanlardan öncə boş vaxtın qədrini bil və son olaraq ölüm gəlmədən öncə həyatın qədrini bil. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm son dediyimdə ölüm gəlmədən öncə həyatın qədrini bilmək lazım. Çünki biz bu həyatda olmağımız əbədi saadət yurdunu qazanmağımız üçündür. Peyğəmbərimiz aleyhissalatu vesselam buyurur ki, dünya axirətin tarlasıdır. Yəni burada əkdiklərimizi axirətdə biçəcəyik. Burada qazandıqlarımızı, əldə etdiklərimizi axirət yurduna daşıyırıq. Belə demək mümkünsə, kapitalımızı axirətə yatırırıq.
Peyğəmbərimiz sallallahu aleyhi və səlləm başqa bir hədis şəriflərində belə buyurur ki, Adəm oğlu 5 şeydən hesab sorulmadıqca ayaqlarını bir yerə tərpədə bilməyəcək. Birincisini ömrünü harada keçirdiyini, ikincisi gəncliyini harada keçirdiyini, üçüncüsü malını haradan qazanıb harada xərclədiyini, sonuncusu isə öyrəndiyi elm ilə əməl etməsini soruşacaq. Rəbbim bizlərə bildiklərimizlə amil olmağı nəsib eləsin.